Əlimi tutun da, xahiş edirəm. Əlləri əsirdir, əllərimi tutun. Nə qədər qorxuruq? Dəhşətli dərəcədə. Dəhşətli dərəcədə qorxu. Görək əməliyyatın axırında qorxmağa dəyəcəkmi? Bitirmişəm, artıq bunu çıxarda bilərəm. Siz nə dediniz? Gedib yardım edəcəksiniz. Mən gedim inşallah gəlim, sonra bu aşağıdakıları da elətdirəcəm. Niyə indi eləmədik onları? Onları qorxurdum da, birinci dedim, birinci elətdirim görüm yaxşıdırsa sonra. Təbii ki, xırda bir belə indikator oldu, yəni görünmə göstərir. Ümumiyyətcə heç nə də hiss eləmədim. Vapşa heç nə də, yəni. Nə deyirsə bu panik ataklı insanlara nə deyirsiniz? Məsləhətiniz nə? Yəni qorxmasınlar, gəlsinlər, heç nə yoxdur. Heç nə yoxdur. Doğrudan da. Amma Məndən eşitmişdik ötəsi ki, yox idi. Heç nə yoxsa demək doğrudan heç nə yoxdur. Pasiyent həqiqətən çətin pasiyent idi. Xarakter olaraq əməliyyatın əvvəlində dedim. Yəni nətər pasiyent xarakteri olaraq qorxu baxımından danışır. Əməliyyatımız bitdi. Ağrı yox, heç bir şey yox. Əgər sizlərdə, pasiyentlər ağrı hiss edirsə stomatoloji prosedur zamanı bu həkimin təqsiridir. Tam məsuliyyətimdən bunu deyirəm. Bizim təcrübəsizliyimiz anlamına gəlir. Buradan üzə ağır çıxdıq. Baxaq. Hə? Xeyirli olsun, əla, super yəni. Sağ olun. Sağ olun.